İndi isə fərqli məqam anlayışına baxaq. Testlərdə tez-tez qabağımıza çıxır, yazır ki, sözdə neçə fərqli məqam var, fərqli məqam varmı, yoxdurmu? Bu nə deməkdir? Biz deməli 3 dənə fərqli məqam götürürük. Bu 3 fərqli məqamımız hansılardır? Səs artımı, səs düşümü, bir də səs dəyişimi. Bu üçü fərqli məqam sayılır və qeyd şəklində əsas məqam kimi yazaq ki, uzanma fərqli məqam sayılmır. Bunu mütləq şəkildə yadda saxlayaq. Bəzən uşaqlar sözdə uzanma olur, gedir uzanmanın da fərqli məqam sayılır, sayılmayacaq. Uzanma, indi bunu da nümunə ilə izah edəcəm. Uzanma fərqli məqam sayılmır. Məqam sayılmır. Bu nə deməkdir uzanmanın fərqli məqam sayılmamağı? Məsələn üçün bir dənə söz götürürəm. Məsələn zəfəran sözünü götürürəm. Zəfəran sözün uzanması belədir, zəfəran şəklində. Bəzən uşaqlar deyir, burada bir fərqli məqam var. Uzanıb, xeyr, burada heç bir fərqli məqam yoxdur. Çünki uzanma fərqli məqam sayılmadı. İndi isə keçək səs artımı, səs düşümü, səs dəyişimi hadisələrinə baxaq. Birinci başlayırıq səs artımından. Səs artımı nədir? Sözü normal şəkildə tələffüz eləyirik və yazıdan fərqli olaraq baxırıq ki, bir dənə səs əlavə olaraq gəldi. Bax, bu səs artımı sayılacaq. Səs artımını harada görə bilərik? Qoşu saitlərdə i birləşməsi var idisə, dedik ki, a, i, a, İ-o. Bax, bu tiplərdə demişdik ki, y-nı əlavə edirdik. Bax, bu səs artımı sayılacaq. Məsələn, deyirəm ki, zəif. Sözümüz zəif sözüydü. Bura yazıram. Zəif, zəif oldu. Deməli, y-nı artırdıq. Bu y olacaq fərqli məqam və səs artımı sayıldı. Daha sonra səs artımını harada görə bilərik? Məsəl üçün, deyə bilərik ki, dilimizdə sözlər var. Təkhecalı sözlərdə sonu qoşa samitlə bitən təkhecalı sözlər. Məsələn, sonu qoşa samitlə bitən təkhecalı sözlərə üzv sözünü aid edirik. Tutaq ki, bu tip sözlərdir. Üzvdür, üzdürdür, əmirdir. Bu tip sözlərdir ki, bu sözlərə samitlə başlayan şəkil artıranda arasına bir dənə qapalı sait əlavə edirik. Belə bir qayda danışmışdıq. Təkhecalı sözdür, qoşa samitlə bitir və qoşa samitlə bitəndən sonra biz buna samitlə şəkilçi artıranda qoşa samitin arasına bir dənə qapalı sait artırırdıq. Olur üzvlər şəklində. Yəqin ki, bu qayda yadımıza düşdü. Biz buna deyəcəyik səs artımı. Yəni, bu səs artımı sayıldı və bir dənə də fərqli məqamı görmüş oluruq. Daha sonra gəldik səs düşümü hadisəsinə baxaq. Səs düşümü nədir? Sözün yazılışından fərqli olaraq tələffüzdə biri yox olur. Baxırıq ki, səsin biri getdi. Bu səs düşümü sayılacaq. Məsələn, harada görə bilərik? Eyni cinsdə qoşa saitlərdə a, ə, i, bax, bu tip birləşmələrdə demişik ki, biri düşür. Tutaq ki, yazıram a, i, bu tiplərdir. Məsələn, saat sözünü götürək. Biri düşür, olacaq saat şəklində. Biri düşdü, deməli səs düşümü var. Düşsə ki, burada neçə dənə fərqli məqam var? Bir dənə. Çünki a düşübdür. Uzanmanı fərqli məqam götürüb 2 dənə yaza bilmərik. Uzanma fərqli məqam sayılmır. Bizim burada fərqli məqam götürdüyümüz a-nın düşmə qaydasıdır. Daha sonra səs düşümünü harada görə bilərik? Qoşa y-da iyyət var idisə, dedik ki, iyyət var idisə, y-nın biri düşürdü. İyyət, bir də iyyə var idisə, nəzəriyyə, riyaziyyat, ədəbiyyat, bax, bu tip məsələlərdə səs düşümü olacaq. Və ya sonu qoşa kar samitlə bitən sözlər danışmışdıq ki, özündən sonra samit gələrsə və ya samitlə söz şəkilçi fərqi yoxdur. Biri düşəcəkdir. Tutaq ki, məsələn, yazırdıq ki, dostlar. Burada artıq t düşəcək. Olur, dostlar. Yəni, biz burada səs dəyişməsini də görürük, səs düşümünü də görürük. İndi səs dəyişməsində yazacağım. Səs dəyişməsi necədir? Yazıda hərf başqadır, tələffüzdə başqa cürə tələffüz edirik. Buna deyirik səs dəyişməsi. Necə ki, burada l idi, d-ya keçdi. Və ya biz q-nın tələffüzünü danışmışdıq ki, k-nı verər, x-nı verər, ğ-nı verər. K-nı danışmışdıq ki, x-i verə bilər, y-nı verə bilər. Yəni, b-c-d, y-nın p, t, k, bax, belə tələffüz olunma məqamları. Vicdan sözünə tutaq ki, c-dan sonra d-lısı gələndə j kimi tələffüz olunmağı, l-nın n kimi, r kimi, d kimi tələffüz olunmağı, yəni qaydalar çoxdur. Əvvəlki izahlarda danışmışam bunları. Bu hallara biz deyirik səs dəyişməsi. Səs dəyişmiş olur, gördük bunda. Və qeyd olaraq da nəyi dəftərə qeyd eləyək? Bir sözdə fərqli məqam ola da bilər, olmaya da bilər. Yəni mütləq deyil ki, orada fərqli məqam olsun.
Ola da bilər, olmaya da bilər. Və ya bir sözdə istənilən qədər, yəni bir neçə fərqli məqam ola bilər. Tutaq ki, 2 dənə səs düşümü ola bilər. Bir səs düşümü, bir səs dəyişimi, bir səs artımı ola bilər. Burada heç bir məhdudiyyət yoxdur. Necə ki, burada bir düşüm, bir artım var, ola bilər. Yəni sözdən asılıdır. Düşüm də olar, eyni vaxtda artım da ola bilər, dəyişim də ola bilər. Elə bir məhdudiyyətimiz yoxdur. Və uzanmanı da fərqli məqam götürmürük. Buna da diqqət eləyək. Bu oldu deməli fərqli məqamla bağlı qaydalarımız. Və bəzən də fərqli məqam anlayışında qabağımıza kəmiyyət fərqi və ya keyfiyyət fərqi anlayışları çıxa bilir ki, bu nə deməkdir? Kəmiyyət fərqi riyaziyyatdan da bildiyimiz kimi say fərqidir. Əgər biz fərqli məqamda sayırıqsa, sayda fərq varsa, tutaq ki, 5 hərf 6 səssə, 6 hərf 5 səssə, belə dəyişikliklər varsa, biz bunu götürürük kəmiyyət fərqi. Kəmiyyət fərqində nələr aid olacaq? Səs artımı və səs düşümü. Bu ikisi aiddir. Bir də var keyfiyyət fərqi. Keyfiyyət fərqinə isə biz səs dəyişməsinə aid edirik. Yəni, fərqli məqam var, amma 5 səs hərfdən ibarətdir. 7 hərf 7 hərf səsdən ibarətdir. Yəni, burada heç bir düşüm, artım yoxdur, sadəcə hərf dəyişməsi var. Və səs dəyişməsində biz burada deyirik keyfiyyət fərqi. Və yenə eyni qayda, yəni əvvəl dediyimiz qayda burada aiddir ki, sözdə kəmiyyət fərqi də ola bilər, eyni vaxtda keyfiyyət fərqi də ola bilər və ya heç biri də olmaya bilər, tək biri də ola bilər. Yəni elə bir məhdudiyyət yoxdur ki, yalnız biri olsun. Bir də nəyi yadda saxlayaq? Bəzən qabağımıza elə sözlər çıxır ki, həmin sözdə həm səs düşümü baş vermiş olur, həm də səs artımı baş verir. Burada artıq hər şey bərabərləşmiş olacaq. Məsələn, nümunə olaraq götürək, testləri də qabağımıza çox çıxır. Təəssüflə sözünü yazıram. Təəssüflə. Deməli, bunun tələffüzü necə olacaq? Bizim qaydamız var ki, qoşa ə, a, i olduqda biri düşür, biri uzanır. Və qaydamız da budur ki, uzanma fərqli məqam sayılmır. Digər qaydamız var ki, s, v, l, bunlarda heç bir dəyişmə olmur. Və s-lar qalır. Lalənin də tələffüz qaydası belədir ki, biz harda laləni görsək, yəni şəkilçi olaraq nan-nən kimi tələffüz eləyirik, olur təəssüf nən şəklində. Və baxırıq ki, burada nələr baş veribdir. Düşüm var, artım var, bərabərləşdi və bir dənə də dəyişim var. Və ona görə də burada biz kəmiyyət fərqi kimi götürmürük. Götürməmə səbəbimiz də odur ki, həm düşdü, həm artdı, say bərabərləşdi. Yəni hərflə səsin sayı bərabər oldu.